Qardaşım, ev olar belə. 2,5 sot torpaq sahəsinə yaxındır. 3 otaqdır. Evin mətbəx mebeli, kombisi, hamam aksesuarlar. Özdəki, qardaşım, dizaynında da söhbət yoxdur. Sağ və sol tərəfində gülçə əkmək üçün yeri. Azad çəkir. Qapısı necə asfalt. Maçdağa buzovna yolundadır, qardaşım, ev. Əsas yoldan bir 300-400 metr məsafəsi var, amma qapısı necə asfaltdır. Sənədimiz həm evə, həm torpağa kubsadır. Evimizin bünövrəsi, kəməri 400 marka simentlə inşa olunmuş evdir. Dam örtüyü, şifiri, yəni neçəli idi azad şifiri? 4'lük şifirdir, yəni nazik bir-biri 4. Evimizin sol tərəfindən zirzəmisini də keçmək olur. Düzdür, zirzəmisi boy vermir, əziz izləyicilərimiz. Yəni bu evin proyekti budur da, yəni hündür proyektlə bu ev alınmaz. Amma keyfiyyətli evdir, həqiqətən. Dosta, qardaşa qismət olsa evdir. Necə lazımdır, inşa olunan evdir. Bu eyvanına çıxışıdır mətbəxdən. Bax, dəhlizimizdir. Dəhlizdə, qardaşım, dekorativ güzgümüz, sıraqlarımız, kombin aparatı zadı burada da hamısı quraşdırılıb təhvil verici evin daxilindədir. Mətbəxinin bir də genişliyinə baxın. Keyfiyyətli 3 mərtəbə mətbəx mebeldir, əziz izləyicilərimiz. Həqiqətən xoşuma gəldi. Geniş otaqlıdır da, qardaşım. Mətbəx bir dənə qonaq otağına bax. Onun elə o pəncərəsi, tvistenti, qardaşım. Evin yuxarı tavanında gizli işıqlar öz sözünü deyir. Qiymətimiz də gözəl qiymətdir. Bax, bizim bir yataq otağımız, qardaşım. Bu da ikinci yataq otağımız. 3 otaq, bir mətbəx, bir hamam otağıdır. Üstə otaqlarımızın da pəncərəsi divara söykəməyib, tam işıqlı, havalı evdir. Burada hamam otağımızdır. Kabinə yığmağa mümkündür, döşəmədir, aksesuarlarımız da yığılır. Həm evə, həm torpağı kubsa, yəni paket kubsa. Yerləşmə yerini vurğuladım. 113.000 manat stat qiymət bu evə deyilir. Real alıcı endirim olunacaq. Sağ olun, bugünə bu qədər.